Salam dostlar, hamınıza xoş gördük. Deməli, əqaid dərslərimizdə bugün Əbu Cəfər Tusinin Tövhid barədə görüşlərini qeyd edəcəyəm. Keçən dəfə Şeyx Müfid haqqında danışdıq. İzləyən dostlar izləyiblər, izlənməyənlərə də tövsiyə edirəm. Əgər bu videonu izləyirlərsə, nəyə görə? Çünki burada bir müqayisə aparacağım. Şeyx Müfidlə Əbu Cəfər Tusi arasında onların bu məsələyə yanaşmaları barəsində. Ona görə əgər izləməyiblərsə, zəhmət olmasa o videonu izləsinlər, sonra bunu izləsinlər və ya bunu izləyəndən sonra onu da izləyə bilərlər, fərqi yoxdur. Ki, aradakı fərqi görsünlər. Deməli, Əbu Cəfər Tusi Şeyx Müfidin tələbəsi olub, Nəcəf Hövzəsinin təsisçisi hesab olunur və Şiə kəlam tarixinin, nəinki təkcə kəlam tarixi, təfsir, fiqh, hədis, böyük bir şəxsiyyətdir, yəni həqiqətən. Ona görə onun fikirlərinə tanış olmaq mühümdür. Bu klassiklərimizi tanıyaq seriyasında, alimlərimizi tanıyaq seriyasında Şeyx Əbu Cəfər Tusinin də, Şeyx-ü Taifə Şeyx Tusinin də, yəni burada fikirlərini tanımaq, onun kitablarından istifad gətirmək önəmlidir. Xülasə, çox vaxtınızı almayayım, gəlin əsas mətləbə keçək. Burada dostlar, nəyə istəyirəm diqqət yetirəsiniz? Baxın, mən indi Əbu Cəfər Tusinin, Şeyx Tusinin burada kitabda xatırlamışdım, onu da deyim, kitabın adı Əl-İqtisad. Əl-İqtisad kitabı da Əl-İqtisad fīmə yəcibə aləl-ibad. Bu kitabdır, bu kitabda mən oxuyacağam. Deməli, burada nəyə istəyirəm diqqət çəkim? Aradakı fərqə. Yəni, belə deyək də, hər ikisi də demək olar ki, eyni dövrdə yaşayıb, müasirdirlər, biri digərinin tələbəsi olub. İstəyirəm, yanaşmada necə fərq var, ona baxasınız. Yəni, Şeyx Müfidin məsələyə daxil olması, məsələni müzakirə etmə tərzi ilə Şeyx Tusinin, Əbu Cəfər Tusinin, bu Xacə Nəsrəddin Tusidən fərqlidir. Bu fəqih Tusidir, o isə mühəqqiq Tusi olaraq məşhurdur. Burada istəyirəm bu fərqə diqqət edək. Mən mətləbi oxuyum, çox vaxtınızı almadan bu mətləbləri oxuyan, cümlələri oxuyarkən o fərqləri də qeyd edəcəm. Baxın, məsələyə yaxınlaşma tərzinə baxın. Birinci fəsil. Fīmə yəlzəmul mükəlləf. Mükəlləf yəni öhdəliyi olan, bəndəyə işarədir, insana işarədir. İnsan ki, mükəlləfdir, yəni öhdəliyi var müəyyən işlər görməklə. Birinci fəsil belədir. Mükəlləfə lazım olan şeylər nədir? Mükəlləf üçün vacib olan nələr var? Buyur ki, əllədə yəlzəmul mükəlləf əmran. Mükəlləf üçün iki şey vacibdir. Bir, ilmun və əməl. Elm və əməl. Elm, əməl tabidir elmə və məbniyun aleyhi. Deməli, elm əmələ tabidir. Nəyə görə? Çünki insan düşündüyü kimi yaşayan bir varlıqdır. İnsan nə isə bilməlidir ki, ona uyğun əməl eləsin. İnsan zehni boş olsa, ağ, kağız olsa, ağ vərəq olsa, o heç vaxt əməl edə bilməz. Çünki əməl etmək istiqamət istəyir. O istiqaməti də insana elm verir. Sonra buyurur ki, vəlləzi yəlzəmul ilmə bihi əmran. Yaxşı, biz dedik ki, iki şey var. Elm, əməl. Əməl elmə tabidir. Yəni, birinci, bizdə elm olmalıdır. Yaxşı, biz nələri bilməliyik? İki şey burada əsas qeyd edilir. Tövhid və ədl. Baxın, sıralamada birinci tövhidi qeyd edir, sonra da ədaləti qeyd edir. Tövhid yəni Allahın təkliyi, ədalət isə Allahın ədalət sifəti. Burada yəni haqlı olaraq sual verə bilərsiniz ki, zaten ədalət tövhidin içərisində var. Yəni biz Allahı qəbul ediriksə, Allahın bütün sifətlərini qəbul ediriksə, onun içərisində ədalət sifəti də var. Nəyə görə burada Tusi ədaləti tövhiddən ayırdı? Deməli dostlar, bəzi məsələləri başa düşmək üçün burada tarixi bilmək çox önəmlidir. Tarixdə baş verən mübahisələri, hadisələri bilmək, konfliktləri bilmək, məsələlər arası konfliktləri bilmək çox önəmlidir. Ədalət məsələsi niyə xüsusi qeyd olunur? İndi burada təbii ki, təsirlənmələr var Mü'təzilə məzhəbindən. Məsələn, ədalət Mü'təzilə, ilk dəfə Mü'təzilə məzhəbi bunu usul dindən qərar verir. Çünki Mü'təzilə ilə Əşərilər arasında olan əsas fikir ayrılığından biri də belə deyək, ədalətlə əlaqəli olan bir məsələdir. İrəlidə onu deyəcəm. Hüsn-ü qubh əqli məsələsi var. Xülasə, bu da ədalətlə birbaşa əlaqəli olan bir məsələdir. Bu məsələlər səbəb olur ki, bəzi məzhəblər bəzi məsələləri daha çox qabardırlar. Məsələn, ədalət də onlardan biridir. Yəni, nəticədə ədalət də Allahın sifətlərindən biridir. Niyə Allahın digər sifətləri yox? Rəhman, Rəhim, Nəblim, Cavad, Səxib, digər sifətləri yox, məhz ədalət sifəti. Bunun kökü qayıdır məzhəblər arası nəyə? Mübahisəyə, konfliktə. Ona görə Tusi də burada ədl sifətini qeyd edir. Sonra buyurur ki, fəl-ilmu bit-təvhid la yetəkəməlu illə bi-ma'rifəti xamsəti əşya. Xamsəti əşya. Deməli, tövhid haqqında olan elm yalnız 5 şeyi bilməklə
Yəni bu 5 şeyi bilməklə kamilləşər, təkmilləşər. Əgər istəsək ki, təvhid haqqında məlumatlarımızı təkmilləşdirək, kamilləşdirək, o zaman biz 5 şeyi bilməliyik. O 5 şey nədir? Birincisi, ma'rifətu mə yutavassalu bihi ilə ma'rifətillahi ta'ala. Birincisi, Allahı tanıtmağa kömək olan şeyi bilməliyik. İkinci, ma'rifətullah alə cəmi'i sifatihi. Allah bütün sifətlərlə bərabər bilməliyik. Üçüncü, ma'rifətu keyfiyyəti istihqaqihi li tilkə sifat. Dördüncü, Allah o sifətləri necə onlara layiq olur, necə o sifətlər Allahda olmalıdır, bunları bilməliyik. Dördüncü, ma'rifətu mə yecuzu aleyhi və mə la yecuzu. Dördüncü budur ki, nə Allah üçün mümkündür, nə mümkün deyil, nə Allah üçün deyilə bilər, nə Allah üçün deyilə bilməz. Bunları bilməliyik. Və beşinci, ma'rifətuhu bi ənəhu vahidun la thaniyə lehu fil qidam. Beşinci budur ki, Allahı tək bilməliyik və onun əzəlli olmaqda ikinci bir şərikinin olmadığını bilməliyik. Yəni Allah təkdir və əzəllilikdə onun şəriki yoxdur. Nə təklikdə şəriki yoxdur, təbii ki, nə də əzəllikdə Allahın şəriki yoxdur. Sonra gəlir ədl məsələsi. Deməli, təvhidlə əlaqəli bayaq dedik ki, öhdəlik daşıyan şəxsin iki məsələdə məlumatı olmalıdır: təvhid və ədalət. Təvhid barədə məlumatının təkmilləşməsi üçün bu 5 şey bilməlidir. Gəlir ikinci ədalət məsələsinə. وَالْعَدْلُ لَا يَتُمُّ الْعِلْمُ بِهِ إِلَّا بَعْدَ الْعِلْمِ بِأَنَّ أَفْعَالَهُ كُلَّهَا حِكْمَةٌ وَسَوَابٌ. Deməli, burada ədalət haqqında elmimizin kamilləşməsi, təkmilləşməsi üçün biz bunu bilməliyik ki, Allahın bütün işlərində hikmət var və savab, yəni doğruluq var. Allah bütün işlərini hikmətlə görür. Heç bir işində əbəslik yoxdur ki, bu Mütəzilə ilə Əşərilər arasında olan əsas fikir ayrılığıdır. Və annahu laysa fi af'alihi qabihun. Allahın heç bir işində qəbih, yəni xoşa gəlməyən bir iş yoxdur. Və la ixlal bi vacib. Və Allah heç vaxt vacibi tərk etməz. Və yetəfərra min zalika vujubu ma'rifati xamsati əşya. Və bu məsələdən də 5 məsələ doğur. Meydana gəlir. O 5 məsələ nədir? Ma'rifatu husnut təklif və bəyani şurutihi və mə yətəalləqu bihi. Təklif, yəni öhdəliyin, yəni Allah insanı bəzi işləri görməyə öhdəsinə qoyur. Bu öhdəliyin yaxşı olması və həmçinin onun şərtləri, onunla əlaqəli olan məsələlər. İkinci məsələ, ma'rifətun nübüvvə və bəyan şurutiha. Peyğəmbərliyi tanımaq, nübüvvəti tanımaq və onun şərtlərini bilmək. Bu peyğəmbərlik bəhsi nəyə görə önəmlidir? Çünki əgər biz öhdəlik daşıyırıqsa, əgər Allah bizi hansısa bir işləri görməyə öhdəmizə nələrsə qoyubsa, o zaman bunu bizə çatdıran peyğəmbərdir. Yəni peyğəmbər olmadan biz o öhdəliklərimizi, vəzifələrimizi heç vaxt bilə bilmərik. Bu cəhətdən o vəzifələrimizi bizə kim çatdıracaq? Peyğəmbər çatdıracaq. Deməli, burada peyğəmbərlik məsələsi ortaya girir. Biz peyğəmbəri tanımalıyıq. Sonra, ma'rifətul va'd vəl-va'id və mə yətəalləqu bihima. Vəd və vəid. Vədlə vəid nə dostlar? Bax, Quranda bir müjdələyən ayələr var, cənnətlə, insanları cənnətlə, nemətlərlə müjdələyən ayələr var, ona deyilər vəd, yəni Allah bizə nələrsə vəd verib. Vəid dedikdə isə qorxudan, yəni cəhənnəmlə qorxudan ayələr, təhdidlər, bunlar nəzərə tutulur. Və mən yətəalləqu bihimə və onlarla əlaqəli olan məsələlər, həm vədlə, həm vəidlə. Üçüncü, bunu bilməliyik. Dördüncü, ma'rifətul imamə və şurutiha. İmamət və onun şərtlərini bilməliyik. İmamət də nübüvvət vasitəsilə ortaya çıxan bir məsələdir təbii ki, çünki imamət bizim əqidəmizə görə nübüvvətin davamıdır. Beşinci, ma'rifətul əmri bil ma'ruf və nəhy anil münkar. Əmr bil ma'ruf və nəhy anil münkar, yəni məruf olan bilinənə dəvət etmək və münkar olandan, pis olandan çəkindirmək. Baxın, tarix burada məsələyə tarixi aspektdən yanaşanda çox maraqlı faktlar ortaya çıxır. Məsələn, əmr bil ma'ruf Nəhy-i münkar dediyimiz bu məsələ hazırda Firuddindəndir, dinin əməl bölümündəndir. Amma məsələn qədimdə bu məsələ Mütəzilədə də və klassik bizim bəzi alimlərimizin kitablarında da artıq üsulla daxil olub, yəni etiqad bəhsinə daxil olub. Aydındır, sonra Tusi deyir ki, mən bu bəhsləri bir-bir müzakirə edəcəyim. Xülasə, bu birinci fəsil bunlar idi. Görün, Tusi necə məsələyə sistematik yanaşdı. Məsələn, Şeyx Müfiddə bu sistemləşdirmə yox idi. Bu cür hər şeyi bəndlərə ayırmaq, hər biri haqqında ayrıca bəhs eləmək, müzakirə eləmək, bu cür belə deyim də səliqəli bir bəhs Müfiddə nəzərə çarpmır. Hətta Müfid təvhid bəhsini yadınızdadırsa 18-ci bəhs qərar vermişdi, 18-ci sırada yerləşdirmişdi. Amma Tusidə bu cür deyil. Tusi belə deyim birinci epistemoloji məsələlərə daxil olur. İndi oxuyacağım fəsildə də bəzi epistemoloji məsələləri qeyd edir.
Bu onu göstərir ki, yəni Tusi ilə Müfid eyni əsrdə olsalar da, eyni əsrdə yaşasalar da, hətta Tusi Müfidin tələbəsidir, amma yanaşma görə nə qədər fərqlidir. Yəni Əbu Cəfər Tusinin kitabında bu qeyd etdikləri görə nə qədər geniş, nə qədər belə deyim, əhatəli, nə qədər sistematikdir, amma Müfiddə o cür deyildi. İkinci fəsil fi zikri bəyani mə yutavassalu bihi ilə mə zəkərnahu. Yuxarıda bəzi məsələlər qeyd elədi ki, bunları bilməliyik, bunlar haqqında məlumatımız olmalıdır və s. və s. və s. İndi burada epistemoloji məsələyə daxil olur, idraç nəzəriyyəsi ilə əlaqəli bir məsələyə daxil olur. Əbu Cəfər Tusi ki, yaxşı, bu dediklərimizi, yuxarıda sadaladıqlarımızı biz hansı yollarla öyrənə bilərik? Onlara bizi aparan, belə deyək, idraç vasitəsi mi deyək, elm mənbəyi mi deyək, elm kanalı mı deyək, bu hansılar olmalıdır? Buyurur ki, Tusi, la tariqa ilə ma'rifəti həzil usul əlləti zəkərnaha illə bin nəzar fi turiqaha. Bu şeyləri bilmək üçün biz nə etməliyik? Argument düşünməliyik, argument gətirməliyik, əlimizdə dəlillər olmalıdır. Nəyə görə? Çünki bu şeylərə Şeyx Tusi buyurur ki, dəlil olmadan, düşüncə olmadan, bunlar barədə düşünmədən biz çata bilmərik. Sonra izah edir, niyə görə biz nəzər dostlar, bu termindir, nazar deyəndə təfəkkür nəzərdə tutulur, yəni düşünmək. Sonra buyurur Tusi ki, biz nəyə görə burada nəzəri xüsusi vurğuladıq, yəni düşünməyə xüsusi vurğuladıq? Və innəmə qulnə zəlikə ləənnə turuq ilə ma'rifətil əşya arba'atun lə xamsə ləhə. Çünki deyir, 4 dənə yol var. Nəsnilər haqqında mərifət sahibi olmaq üçün, yəni bilik əldə etmək üçün, əşyaları tanımaq, onlar haqqında məlumat sahibi olmaq üçün bizim əlimizdə 4 dənə kanal var, belə deyək, 4 dənə yol var, 4 dənə bilik mənbəyi var. Ki, o bilik mənbələri vasitəsilə biz əşyaları müxtəlif aspektlərdən tanıyırıq. O 4 dənə nədir? İndi Tusi bu 4 dənəni qeyd edir. Sonra deyir ki, nəyə görə o 4 dənədən məhz birini biz seçəcəyik. Digər üçünə biz o üçündən istifadə etməyəcəyik. Birincisi, ən yu'ləmə şey darurətən li kavnihi mərkuzən fil uqul. Bəzi şeylər var ki, onlar bizim ağlımızda, düşüncələrimizdə aksiyondur. Onlar üçün düşünməyə, dəlil gətirməyə ehtiyac yoxdur. Baxın, kəl-ilmi bə'ənnəl isneyn əksər min vahid. Məsələn, 2 birə nisbəti 2 birdən böyükdür. Və ennəl cisməl vahid la yakunu fi məkaneyni fi halətin vahidətin. Bir cisim eyni anda 2 yerdə ola bilməz. Nə bilim, eyni anda bir şey həm mövcud, həm yox ola bilməz və s. Bunlar hamısı aksiyonlardır və aksiyonu bilmək üçün düşünməyə, dəlil gətirməyə, təfəkkür etməyə ehtiyac yoxdur. Bunlar zaten bizim zehnimizdə var. Biz bilirik bunları. İkincisi, ən yu'ləmə min cəhətil idrak İzə ədrəkə vərtəbə'ən lübs kəl-əməl bil-müşahədət vəl-müdrakət lisəiril həvəs. İkincisi budur ki, biz bəzi şeyləri hiss üzvlərimiz vasitəsilə bilirik. O şeylər ki, maddi nəsnələrdir, maddi şeylərdir. Biz o şeyləri hiss üzvlərimiz vasitəsilə ya toxunmaqla, ya görməklə, ya dadmaqla, ya eşitməklə və s. bu şəkildə bilirik. Bu da ikinci vasitədir. Üçüncü vasitə budur ki, ən yu'ləmə bil-əxbar kəl-ilmi bil-buldən vəl-vəqa'i və əxbar əl-muluk və qeyri zəlik. Bəzi şeyləri biz eşitməklə, yəni xəbərlər vasitəsilə bəzi şeylər haqqında bizə məlumat çatır. Məsələn, hansısa ölkələr haqqında, hansısa hadisələr haqqında, tarixi hadisələr haqqında bizim məlumatımız ancaq tarixi mənbələrə əsaslanır. Bizim başqa burada, belə deyək, bilik mənbəyimiz, bilik kanalımız yoxdur. Yəni, tutalım, tarixdə nə hadisə baş verib, tutalım, 100 il bundan qabaq. Biz onu nə görə bilərik, nə hiss edə bilərik, nə dada bilərik, nə ona rasional, əqli bir, məsələn, təfəkkür etməklə o məlumata çata bilərik. Bunlar ancaq eşitməklə, yəni tarixi mənbələr oxumaqla biz bu barədə məlumat əldə edə bilərik. Və dördüncü, ən yu'ləmə bin nazar vəl istidlal. Sonuncu budur ki, dördüncü bir şey barəsində biz düşünərək, dəlil gətirərək məlumat sahibi olaq. Bizim bəhsimiz təbii ki, tövhid bəhsi olduğu üçün, tövhid və ədl, yəni Allahla əlaqəli olduğu üçün, indi bu 4 dənədən hansı mənbədən biz istifadə etməliyik? Tusi buyurur ki, vəl-ilmu billahi ta'ala leysə bihasilin minəl vəşil əvvəl. İndi sıralayır. Birinci mənbəyə gələndə, yəni aksiyon olmağa gələndə, aydındır ki, deyir ki, bu Allah məsələsi bizim zehnimizdə aksiyon deyil. Yəni Allah haqqında bizim məlumatımız aksiyon deyil. لِأَنَّ مَا يُعْلَمْ ضَرُورَةً لَا يَخْتَلِفُ الْعُقَلَى فِيهِ بَلْ يَتَّفِقُونَ عَلَيْهِ. Çünki deyir, əgər aksiyonun tərifi nədir? Aksiyon budur ki, o məsələdə ixtilaf yoxdur, fikir ayrılığı yoxdur. Bütün insanlar, ağıllı insanlar bu barədə həm fikirdirlər. Amma Allaha gələndə görür ki, xeyr, Allah məsələsində bütün ağıllı insanlar həm fikir deyirlər. Bu nəyə göstərir? Onu göstərir ki, burada da Tusi qeyd edir, وَالْعِلْمُ بِاللّٰهِ فِيهِ خِلَافٌ بَيْنَ الْعُقَلَى.
Allah barədə məlumat və ya Allah məsələsi ağıllı insanlar arasında ixtilaf olunan, fikir ayrılığına səbəb olan məsələdir. Deməli, bu heç vaxt aksiom ola bilməz. Çünki aksiyomun təbiəti ilə ziddir. فَكَيْفَ يَجُوزُ أَنْ يَكُونَ ضَرُورِيًّا Əgər ortada fikir ayrılığı varsa, bu necə aksiom ola bilər? Bunu Tusi deyir və bu da doğru yanaşmadır. Bunu yəni filosoflarımız da deyirlər ki, İbn Sina'nın kitabında bu var, Əş-Şifada. Ki, Allah məsələsi, Tanrı məsələsi və ilk səbəb məsələsi bu aksiyon deyil, əks təqdirdə fikir ayrılığı olmazdı. Bu nəzəri bir məsələdir. Burada bizim dəlillə ehtiyacımız var. Və həmçinin bu məsələ idrakla, yəni hiss üzvlərinin də əlaqəli olan bir məsələ deyil. لأنه تعالى ليس بمدرك بشيء من الحواس على ما سنبينه فيما بعد. Allah hiss üzvlərindən dərk olmaz. Əgər belə olsaydı, o zaman biz onu mütləq görərdik, eşidərdik, dadardıq və s. Və biz nəticədə onun haqqında, bütün insanlar onun haqqında məlumat sahibi olardı. Və vəl-xəbəru aydan la yumkinu ən yəkuna tariqan ilə ma'rifətihi. Xəbər də, yəni hansısa bir kitabda yazılması, bizim onu eşitməyimiz, oxumağımız və s. bu da dəlil ola bilməz. Nəyə görə? لأن الخبر الذي يوجب العلم هو ما كان مستندا إلى مشاهدة وإدراك. Baxın, çox maraqlı bir məsələ toxunur. Deyir ki, tarixi mənbələr o zaman etibarlıdır ki, orada belə deyək, müşahidə olsun. Yəni sən hansısa bir hadisəni müşahidə edirsən, hiss üzvlərinin vasitəsilə onu görürsən, eşidirsən və onu yazırsan kitaba. Amma Allah məsələsi o cür məsələ deyil. Yəni tarixi mənbə o zaman etibarlı mənbə hesab olunur ki, orada hiss üzvlərimizdən birinə isnad edək. Amma Allah hiss üzvlərindən idrak olunan bir varlıq olmadığı üçün burada tarixi mənbələrə də biz isnad edə bilməliyik. Məsələn, sonra maraqlı bir fikir bildirir Tusi burada. Buyurur ki, Ələ tərə ənə cəmi'əl muslimin yuxbirunə mən xalifəhum bi sidqi Muhammedin və la yəhsal li müxalifihim əl-ilmu bihi. Məsələn, müsəlmanlar onlarla fikir ayrılığında olan, onların fikirlərini qəbul etməyən müxaliflərə Peyğəmbərimizin doğruluğu haqqında xəbər verirlər, amma onlar qəbul etmirlər. Niyə? Çünki xəbərlə bu qəbul olması bir məsələdir. Burada nəyə ehtiyac var? لِأَنَّ ذَلِكَ طَرِيقُهُ الدَّلِيلِ Çünki bu məsələlər elə bir məsələlərdir ki, bu məsələnin təbiəti sizdən arqument istəyir, dəlil sübut istəyir. Burada xəbər verməklə, məlumat verməklə, kitab göstərməklə belə şeylər mümkün deyil. وَكَذَلِكَ جَمِيعُ الْمُوَحِّدِينَ يُخْبِرُونَ الْمُلْحِدَ بِحُدُوثِ الْعَالَمِ فَلَا يَحْصَلْ لَهُمْ الْعِلْمُ بِهِ Həmçinin müsəlmanlar, tövhid əhli, ateistlərə, kafirlərə, indi terminlər bunlar, ateistlərə və ya kafirlərə xəbər verirlər ki, aləm sonradan yaranıb, amma onlar bunu qəbul etmirlər. Niyə? Çünki bunun da yolu ancaq dəlildir, sübut olmalıdır. Əgər, deməli, Tusi burada bir nəticəyə çatır. Əgər bu şeylər aksiyon deyilsə, bunları müşahidə ilə, hiss üzvlərimizlə dərk edə bilmiriksə və həmçinin burada xəbər, yəni məlumat, tarixi kitablar heç bir rol oynamırsa, deməli, bunun bir dənə yolu qaldı. O nədir? O da budur ki, biz burada nə etməliyik? Dəlil gətirməliyik, sübut gətirməliyik, argument ortaya qoymalıyıq. Sonra Tusi buyurur ki, فَاِنْ قِيلَ اَيْنَ أَنْتُمْ عَنْ تَقْلِيدِ الْآبَى وَالْمُتَقَدِّمِينَ Siz nəyə görə ata-babalarınızda köhnə alimlərə təqlid eləmirsiniz? Olan sözünə tabi olmursunuz. Tusi buyurur ki, قُلْنَا التَّقْلِيدِ اِنْ اُرِيدَ بِهِ قَبُولِ قَوْلِ الْغَيْرِ مِنْ غَيْرِ حُجَّةِ وَهُوَ حَقِيقَةُ التَّقْلِيدِ فَذَلِكَ قَبِيحٌ فِي الْعُقُولِ Deyir, əgər təqliddən məqsədiniz budur ki, başqa bir şəxsin sözünü sübutsuz, dəlilsiz qəbul edək ki, bu həqiqətdə təqlidin elə mahiyyəti budur. Bu da ki, qəbih bir işdir, qəbahətli bir işdir ki, biz sübut tələb edən, dəlil tələb edən bir məsələdə başqasına təqlid edək. Baxın dostlar, burada ki, deyir, bu qəbihdir, bu cür təqlid qəbihdir, bu əqaid sahəsində qəbihdir. Nəinki özlüyündə təqlid bütünlüklə qəbihdir. Xeyr, yəni Tusi təqlidi kökündən qəbih hesab etmir, qəbahətli hesab etmir. Əqidə məsələsində qəbahətli hesab edir. Allahın varlığı məsələsində qəbahətli hesab edir. Çünki bu məsələlərdə təqlid olmaz. Bu məsələlər etiqadi məsələlər olduğu üçün burada artıq dəlil sübuta ehtiyac var. Bəli. Xülasə burada çox uzatmaq istəmirəm. Tusi buyurur ki, burada dəlilə ehtiyac var. Sonra bir məsələ də qeyd edir ki, فَاِنْ قِيلَ نُقَلِّدْ الْمُحِقْ دُونَ الْمُبْتِلِ Haqq əhlini onları tapaq, onlara tabi olaq və batil əhlidən uzaq duraq. Məsələn, haqq əhli məqsəd kimdir? Allahı tapanlar, Allahın varlığını qəbul edənlər. Biz onlara tabi olaq, amma batil əhlindən uzaq duraq. Tusi buyurur ki, bu da məntiqli yoldur. Nəyə görə? Əl-ilmu bi kavnihi, qulna əl-ilmu bi kavnihi muhiqqan la yumkinu husuluhu illə bin nazar. Çünki biz bir insanın haqq əhli olduğunu, o birisinin batil olduğunu necə bilə bilərik? Aksiyon deyil, hiss üzvlərimizlə biz bunu dərk edə bilmərik. Xəbər də burada dəlil hüccət deyil. Deməli, burada da yenə yol nəyə qalır? Düşünməyə qalır, dəlillər qalır, argumentsə qalır. Aydındır, çünki əgər biz burada, məsələn, birini təqlid etmək üçün ya dəlil gətirəcəyik,
ya da başqa birinə təqlid eləyəcək ki, o bizə desin ki, bax buna təqlid edin. Ona da təqlid etmək üçün yenə başqa birinə təqlid etməli ki, desin ki, siz də buna təqlid edin. Xülasə burada sonsuz silsilə yaranır. Bu düzgün deyil. Deməli biz sonda gedib harda dayanacaq? Dəlildə, sübutda dayanacaq. Təqlid etmək üçün, kiməsə təqlid etmək üçün əgər sübutumuz varsa, dəlilimiz varsa, o başqa məsələ. Yox, əgər dəlilimiz, sübutumuz yoxdursa, o zaman təqlid burada qəbul olunmur, qəbihdir və sonsuz silsilə problemi burada ortaya çıxır. Ona görə əgər ortada əlimizdə dəlil varsa, o zaman biz dəlilə əsasən nə etməliyik? Hansısa bir məsələdə fikir bildirməliyik. Sonra Tusi burada buyurur ki, "Vəleysə yumkin an yuqallad al-akthar və yurca ilayhim." Yaxşı, biz hər gələnə təqlid eləməyək, əksəriyyətə təqlid eləyək və onlara müraciət edək. Tusi buyurur ki, bu da məntiqli yol deyil. "Və zəlikə li'annal aksar qad yakununa ala dalal." Çünki əksəriyyət zəlalətdə ola bilər, əksəriyyət yanlış yolda ola bilər. Ona görə bu da doğru yol deyil. Sonra buyurur ki, zöhd əhlinə və la yumkin an yu'tabar aydan biz-zuhd vel-vara. Zöhd əhli, təqva əhli bunlar necə? Məsələn, bir insan arifdir, sufidir, gedək ona tabe ola, çünki o çox təqvalı insandır, heç vaxt harama, hətta məkruha əl atmaz. Onlara tabe olaq. Tusi deyir ki, bu da məntiqli yol deyil. Nəyə görə? Lə'ənnə fi zəlik yattafiqu fil mubtilin. Çünki də batil əhlində də bu təqva zöhd ola bilər. Məsələn, murtazlar və ya Tusi burada ruhban, yəni xristian ruhbanlardan, keşişlərdən misal çəkir ki, onlar da təqva əhlidir, onlar da dünyadan imtina ediblər və ya murtazlar dediyim kimi, onlar da dünyadan imtina ediblər və çox mütəvazi həyat yaşayırlar, amma bu demək deyil ki, onların sözləri nədir, doğrudur. Deməli, təqvalı həyat yaşamaq, zöhd həyatı yaşamaq, bu demək deyil ki, onun dediyi hər söz doğrudur. Burada nəyə ehtiyac var? Burada dəlillə sübuta ehtiyac var. Baxın dostlar, bu çox önəmli bir məsələdir, çünki bəzən insanlar bu iki məsələni qarışdırırlar. Yəni, təqva bir şeydir, dəlil, sübut başqa bir şeydir. Yəni, bir insan çox təqvalıdırsa, onun dediyi düzdür, bu ikisi arasında bir bağlılıq, zəruri bir bağlılıq yoxdur. Ola bilsin, bir insan çox təqvalı olsun, amma hansısa bir məsələdə yanlış nəticəyə varsın, hansısa bir məsələdə isnad etdiyi dəlillər zəif olsun, amma ondan daha az təqvalı olan insan zehin gücü daha güclü olduğu üçün, zəkası daha güclü olduğu üçün, argumentları daha güclü olduğu üçün onun çatdığı nəticə daha doğru olsun, bu mümkündür. Ona görə Tusi qeyd edir ki, burada da təqva, zöhd bunlar rol oynamır. Xülasə, dostlar, bu çox önəmli bir məsələ idi. Biz haqqı tapmaq üçün, həqiqəti tapmaq üçün nələrə istinad etməliyik. Bunlar giriş idi. Sonra Tusi Qurandan ayələr gətirir ki, Allah Taala təkidlə buyurur ki, biz nə etməliyik? Dəlilə tabe olmaq və s. Bunlar oxumaq istəmirəm, çox barədə məlumatınız var. Xülasə eləyək, deməli bu hələ giriş idi. Sonra biz Tusinin təvhid barədə rəylərini oxuyacağıq ki, Tusinin ümumiyyətlə təvhid barədə dəlili nədir, argumenti nədir və necə bir dəlil gətirir. Amma gördüyünüz kimi Tusinin, yəni Əbu Cəfər Tusinin, Şeyx Taifə, Şeyx Tusinin müfiddən fərqi nədir? Müfiddən fərqi budur ki, Tusi məsələyə daha sistematik daxil olur, daha sistemli, daha əhatəli daxil olur. İlk öncə bir sıra epistemoloji məsələlərə toxunur. Orada bizim üçün belə deyək, bir xəritə qeyd edilir, xəritə cızır ki, biz bu məsələdə nələrə istinad edə bilərik, nələrə istinad edə bilməliyik. Müqayisə cəhətdən çox önəmlidir. Özünüz də baxın, görün Tusi ilə müfid arasında məsələyə yaxınlaşma cəhətdən nə qədər fərq var, hansı daha belə deyək, mükəmməl yanaşır, hansı daha əhatəli yanaşır. Giriş olaraq bunlar məncə kifayətdir. İnşallah növbəti dərslərimizdə Tusinin, Şeyx Əbu Cəfər Tusinin təvhid barədə rəylərini oxuyacağam. Hələlik görüşənədək.